Mayın 21-də Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında YAP sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mei arasında görüş keçirilib. Görüşdə dövlət başçılarının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Çin münasibətlərinin dostluq və hərtərəfli strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, iki ölkə arasında konstruktiv siyasi dialoq şəraitində son zamanlar iqtisadi, ticari, nəqliyyat, logistika, təhsil, turizm, mədəni, humanitar və digər sahələrdə əlaqələr daha da genişlənib. Mayın 17-sində Bakıda öz işinə başlayan və Çinin yüksək səviyyəli nümayəndə heyətinin də təmsil olunduğu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının qlobal urbanizasiya gündəliyi ilə əlaqədar aktual mövzuların müzakirəsi və beynəlxalq müstəvidə dayanıqlı şəhərsalma siyasətinin təşviqi baxımından əhəmiyyəti qeyd olunub. Forum çərçivəsində mayın 18-də Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ilə Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini Can Qoyçu arasında keçirilən görüşün əhəmiyyəti vurğulanıb. Görüş zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Komünist Partiyası arasında əlaqələrin sürətli inkişafından məmnunluq ifadə olunub. 2024-cü ilin noyabrında hakim partiyalar arasında imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin uğurla icra edildiyi bildirilib. 2026-cı il 11-15 may tarixində YAP nümayəndə heyətinin dost ölkəyə səfəri çərçivəsində keçirilən məhsuldar görüşlərin həm partiyalar, həm də dövlətlər arasında münasibətlərin inkişafına xidmət etdiyi vurğulanıb. Təmasların intensivləşdirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin önəminə diqqət çəkilib. Səfər çərçivəsində Dövlət İdarəçilik Akademiyası ilə Çin Komünist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya Məktəbi arasında anlaşma memorandumunun imzalanmasının dövlət idarəçiliyi və kadr hazırlığı sahəsində əhəmiyyəti nəzərə çatdırılıb. Görüşdə cari ildə nəzərdə tutulan tədbirlər, partiyalar arası əməkdaşlığın gələcək istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.